Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Hamd olsun Allah'a ki bizleri Əmir-el-Müminin Ali ibn Əbi Talib və onun sülbündən olan pak məsum imamların vilayətindən möhkəm tutanlardan qərar vermişdir. Allah Taala'nın qərar verdiyi bu ən böyük bayram münasibəti ilə başda zamanımızın sahibi İmam Məhdi əleyhissalatu vesselamı və onun haqq naiblərini və bütün Əhl-i Beyt və Quran davamçılarını təbrik edirik. Qədir Xum günü, Qədir bayramı İslam dünyasının ən önəmli və əhəmiyyətli, bərəkətli bir günüdür. Və bugünkü günümüzdə bayram kimi qeyd olunması bizə Həzrət Peyğəmbər və onun Əhl-i Beytindən gəlib çatmışdı və bu günün bilirik ki, özünə məxsus həm müstəhəb bir əməlləri vardı, həm və bu günün də əsrlər boyudur ətrafında həm müzakirələr və həm mübahisələr olub və olmaqdadır. Amma bir haqq ki, bir şam ki haqdan yansa onu bir bad ilə söndürmək olmaz. Və Qədir Xum mövzusunda aparılan təhqiqatlar, axtarışlar əgər təəssübsüz olubsa və təəssübkeşlik üzündən olmayıbsa və həqiqəti ələ gətirmək üçün məqsədlər olubsa, bu günün fəziləti, bu günün həqiqəti üzə çıxdıqda doğrudan da haqq axtarışında olan insanlar hidayət olublar və bu yolda olan vilayətçilər isə Qədir Xum mövzusuna daha dərindən bağlanıblar və qəlbi bağlılıq olan bir yerdə məhəbbət də dərinləşir. Bu günün biz özəllikini Həzrəti Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin bu gündə oxuduğu xutbədə və hadisənin mahiyyəti demək Peyğəmbərimiz tərəfindən bizə öz mübarək kəlamında çatdırılıb. Və biz bilirik ki, Allah Teala Qədir Xumda təbliğ ayəsinin çatdırılmasında Peyğəmbərin demək bir halı, əhvalı var idi, ürəyində olan nigarançılıqlar var idi ki, Allah Təbarək Teala demək bu nigarançılıqları Peyğəmbərin qəlbindən demək aparır və təbliğ ayəsini Peyğəmbər ümmətə çatdırır və təbliğ ayəsi o mesaj ki vardı, əsli mövzu var idi ki, o çatdırılandan sonra Allah Təbarək Teala Qədir Xum gününün demək xüsusi bir demək tanıtdırır, əlif-lam müəyyənlik bildirən bir əlamətlə Quranda tanıtdırır və buyurur ki, Əl-yevmə əkməltu ləkum dinəkum və bu günü Allah Təbarək Teala Peyğəmbərin o təbliğ ayəsini çatdırandan sonra və Allah buyurur ki, bəli, bəs bu günləri din tamam oldu, kəmal oldu, tamam oldu, din olaraq mən bu sizi üçün razı qaldım və bu razı qalmaq və dinin demək tamamlanması çox bir önəmli bir məsələdir ki, İmam Sadıq əleyhissalam demək bu günün, İmam Baqir əleyhissalam daha doğrusu bu gündə ki, biz bilirik ki, bu nə gündür ki, nə mövzu idi ki, bu Qədir Xumda Həzrəti Peyğəmbərimizin əgərləri bu təbliğ ayəsini Peyğəmbər yerinə yetirməsəydi, 23 illik risaləsi tamam olurdu, tamamlanmırdı. Bu nədir? Bu təbii ki, vilayət mövzusudur, ilahi bir vilayət mövzudur və vilayətin də demək vəlisi Allahın təyin elədiyi Əli ibn Əbi Talib Əmir-el-Müminin ağaydı ki, və bu baxımdan İmam Baqir əleyhissalam buyurur ki, Ləm yunadi bi şeyin mislə, manudiyə bil vilayəti yevməl qadir.
heç bir hökm Qədir günü elan olunan vilayət hökmü kimi elan olunmamışdır. Yəni bu qədər bu İslamda demək hökmlər Allah tərəfindən endirilmişdi. Allahın əmrləri, göstərişləri vardı. Amma bu qədər demək bu hökm kimi belə elan olunmamışdı. Və biz bilirik ki, xüsusi bir şəraitdə, xüsusi bir cəmiyyətdə və xüsusi bir məkanda sanki demək Həccətül Vidadan bütün hacılar 120 minə qədər deyirlər hacıların sayını qadınlı, kişili gəlirlər 4 yol ayrıcında ki artıq buradan hacıların karvanlar ayrılmalıdır. Allah əmr eləyir, dinə, Peyğəmbər dinən dursunlar. Bu xüsusi bir şəraitdir və xüsusi bir söz var. Bunlar gərək bunu bilərlər və bu vilayət məsələsinin ki, mən kuntu mövla fəhəzə əliyyüm mövla ki, Allahın Rəsulü tərəfindən ümmətə deyilir, mən hər kimin demək vəlisiyəm, rəhbəriyəmsə Əli də onun rəhbəridir deyiləndən sonra demək, bəli, Allah təbarək təala da dini demək kamala yetirir, tamamlayır, razı qalır və biz bilirik ki, Allah razı qaldığı bir yerdə bir nəfər mövcud vardı ki, o narazıdır. İmam Baqir əleyhissalam buyurur ki, İnnə iblisə əduvallahi saraxa ərbəə sərəxat. Həqiqətən iblis Allahın düşməni 4 yerdə nalə eləyib. İmam Baqir əleyhissalam deyir. Bu 4 yer hardadır? Yavmə lu'inə və yavmə uhbitə iləl ard və yavmə bu'isə Muhammedin sallallahu aleyhi və səlləm və yavməl qadir. İblis Allahın düşməni, lənət olduğu gün, lənətləndiyi gün nə olur? Nalə eləyir. Yerin üzərinə indirildiyi gün, qovulduğu gün, belə deyək, nalə eləyir. Hz. Muhammed sallallahu aleyhi və səlləmin Peyğəmbərə seçildiyi gün, məbus olduğu gün nalə eləyir və Qədir Xum günü yenə də bu iblis nalə eləyir. Bəs biz bilməliyik ki, əgərləri bu gün bizə bayramdır üçün Allah tarixi bir gündə bu gündən razı qalıbsa və biz də bu günü bayram günü qeyd etməklə bu günün buyurulmuş demək, müstəhəb əməllərini bilqüvvə bacardığımız qədər yerinə yetirmək və möminlərlə görüşəndə Elhamdülillahilləzi cəalənə minəl mütəməssikinə bi vilayəti əmiril müminin Əli ibn Əbi Talib. Ya öz dilimizdə həmd olsun Allaha ki, bizləri əmiril müminin Əli ibn Əbi Talibin vilayətindən möhkəm tutanlardan qərar verib və demək ki, bu gün ihsan eləmək, möminlərə, fəqirlərə süfrə açmaq çox sifariş olunur və təbii ki, bugün bu bir maddi bir məsələdir, yəni ikram eləmək, qonaqlıq vermək və mənəvi bir məsələlər də vardır ki, nəzirə ki, deyirlər ki, zikru Aliyin ibadət, Əliyini yad eləmək ibadətdir. Qədir Xum günü onun astanasında, günün özündə, günündən bir neçə gün sonra Əmir-i-Möminin ağanın günüdür. Əmir-i-Möminin ağanı zikr eləmək, yad eləmək ibadətdir. Əli əleyhissalamın haqqını demək, bildiyimiz hədislərlə olsun belə haqqını neynəməliyik? İhya eləməliyik, yaşatmalıyıq. Əli əleyhissalamın haqqını biz cuşa gətirməliyik bu əyyamlar, bu Qədir Xum günlərində. Biz bunu unutmamalıyıq və çünki Qədir Xum məsələsi Əmir-i-Möminin ağanın Peyğəmbərdən sonra ümmət üçün ilahi bir rəhbərliyinin məqama ucalması və dünyanın bu vilayətin nümayəndəsinin, sonuncu nümayəndəsinin dünyanın xilaskarı kimi olması, demək bunların hamısının biri-biri ilə bağlılıqları vardır. Odur ki, bu baxımdan Əmir-i-Möminin ağanın demək biz haqqını gərək bu günlərdə ihya edək və yaşadaq. İmam-ı əleyhissalatu vəssalam öz əcdadlarından, məsum ata və babalarından bir rəvayəti nəql eləyir, ta bu rəvayətin sənədi Əmir-i-Möminin ağaya çatır, Əmir-i-Möminin ağanın dilindən danışır. İmam əleyhissalam buyurur ki, Əli əleyhissalam buyurur, bir gün mən Peyğəmbərlə, sələvatullah aleyhi və səlləm, Peyğəmbərlə Mədinənin küçələrindən birinə gedirdik. Birdən bir hündür
sıx saqqallı, enli kürək bir qoca kişi gördük. O Peyğəmbərə salam verdi və xoş gəldin dedi. Bir sonra da üzünü mənə tutaraq dedi, salam olsun sənə ey 4-cü xəlifə. Allahın rəhmət və bərəkətləri üzərinə olsun. Üzünü tutdu Peyğəmbərə, dedi, elə deyilmi ya Rasulallah? Peyğəmbər buyurdu, qalə, niyə? Elədir. Xahiş edirəm bu 4-cü xəlifədə zehnimiz başqa bir o 4-cüyə getməsin. Əmir-Möminin ağanın bu zahirdə 4-cü xəlifə olmaq məsələsi deyil. Bu ayrı bir məsələdir. Bu rəvayət ayrı bir mövzunun haqqındadır. Əli əleyhissalam deyir ki, o qoca getdi. Mən dedim, ya Rasulallah, bu qocanın dediklərinin mənası nə idi ki? Sən də onu təsdiqlədin, bu nədir? Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm Əmir-ül-Möminin ağaya cavab verir. Deyir, ya Əli, əntə kəzalik vəlhamdülillah, sən də elə o cür olacaqsan. Ki, o qoca kişi deyən kimi. Ya Əli, innəllâh əzzə və cəl qalə fi kitabih. Əzzə və cəl olan Allah həqiqətən öz kitabında buyurub, inni cailun fil ardı xalifətən vəl-xəlifətul məc'ul fiyhə Adəm aleyhissalam. Yəni, Allah təbarək təala Quranda deyir ki, mən yer üzərində xəlifə canişin qərar verəcəm və qərar verilmiş xəlifə yer üzərində Adəm aleyhissalam oldu. Və buyurur, ya Əli, yenə qalə əzzə və cəl Allah təbarək təala buyurur, kimə? Həzrəti Davuda deyir, ya Davud aleyhissalam, İnna cəəlnəkə xəlifətən fil ard, fəhkum beynən nası bil haqq. Ya Əli, Allah təbarək təala buyurur ki, Quranda, ya Davud, biz səni yer üzərində xəlifə canişin qərar verdik, bəs nəticə itibarı ilə, bəs insanlar arasında haqq ilə hökm ver. Həzrət Peyğəmbər buyurur ki, fəhuvə thani, bəs o ikinci xəlifə. Və buyurur ki, və qalə əzzə və cəllə hikayətən ən Musa aleyhissalam hinə qalə li Harun aleyhissalam. Buyurur ki, yenə də Allah bir hekayə Musa aleyhissalamın Həzrəti Harunla olan hekayəsini nəql edir. Bu nə hekayədir? Hamı bilir ki, Həzrəti Musa aleyhissalam Rəbbi ilə bir görüş və zamanı, məkanı var idi. Həzrəti Musa aleyhissalam demək, Toratın hökmlərini vəhiy almalı idi. Allahla bir söhbət, demək, bir Allahın proqramı var idi. Həzrəti Musa Tura getməli idi. Bəs bu qalan qövmü başlı başına qoyub gedə bilməzdi ki. Quranda nə dedi? Dedi, və qalə Musa li əxihi Harun əxlufni fi qavmi və əslih və la təttəbi səbiləl müfsidin. Həzrəti Peyğəmbər bu ayədən bunu oxudu. Dedi, Allah təbarək təala da hekayəni ki, nəql edir Musa aleyhissalamın getdiyi zaman ki, Həzrəti Harun aleyhissalama dedi, nə dedi? Dedi, uxlufni fi qavmi və əslih. Fəhuvə Harun, mənim yerimə xəlifə ol, qövmümdə canişin ol və islah elə, düzətginən. Peyğəmbər buyurur ki, bəs o Harun aleyhissalamdır. Zamanı ki, İzə istəxləfəhu Musa aleyhissalam fi qavmihi, bir dövran bir zamanda ki, Həzrəti Musanın qövmündə Həzrəti Harun xəlifə oldu, canişin oldu. Peyğəmbər buyurur, ya Əli, və huvə thalith, bəs bu üçüncü xəlifədir. Buyurur, ya Əli, indi bura qulaq as ki, və qalə əzzə və cəll və əzanun minəllahi və rəsulihi ilən-nasi yevməl həccil əkbər. فكنت أنت المبلغ عن الله وعن رسوله صلى الله عليه وآله وأنت وصي ووزير وقاضي ديني والمؤدي عني وأنت مني بمنزلة هارون عليه السلام من موسى عليه السلام إلا أنه لا نبي صلى الله عليه وآله بعدي فأنت رابع الخلفاء كما سلم عليك الشيخ اولا تدری من هو؟ قلت لا. قال ذاك اخوك الخضر علیه السلام. İndi Peyğəmbər buyurur ki, ya Əli, bəs Allah Təbarək Teala Quranda buyurur ki, Tövbə surəsində, Bəraət ayələrində və əzanun, bir müəzzim var, bir carçı vardı, minallahi və rəsulihi ilən-nas,
Yevmel haccil ekber. Böyük hac mərasimində, böyük hac günündə insanlara göndərilən bir müəzzin, carçı Allah və onun rəsulu tərəfindən. Peyğəmbər deyir, ya Əli, o sənsən, mənim vəsimsən, mənim vəzirimsən, mənim borcumu verənsən, mənim təyin elədiyim, mənim tərəfindən təyin edənsən, sən məndənsən, və əntə minni, sən məndənsən, yəni mənim canımsan, ya Əli. Ənt və əntə minni bi mənziləti Harun. Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbətidir. Haruna min Musa aleyhisselam. İlla ənəhu la nəbiyyə sallallahu aleyhi və aleyhi bədi. Amma bir dənə bir şərt vardı. Harun peyğəmbər idi aleyhissalatu vesselam. Amma məndən sonra heç bir peyğəmbər yoxdur. Fəəntə rabi'ül xüləfa, sən dördüncü xəlifəsən. Necə ki, o şeyx, qoca kişi sənə salam verdi, sənə xəbər verdi, salam verdi, sənə çatdırdı. Sən dördüncü xəlifə, yəni Qur'anın baxışı ilə, Qur'anın təbiri ilə olanda, yəni sən də dördüncü xəlifəsən. Bizim Allah tərəfindən göndərilmişdin, Peyğəmbərinin tərəfindən göndərilmişdin, canişin idin, canişinliyin var idi ya Əli. Hicrətin 9-cu ilində. Və buyurur ki, sən tanımadın o qoca kişini, əleyhissalam buyurur, xeyr, ya Resulallah. Həzrət Peyğəmbər buyurur ki, o ki, sənin qardaşın Xızır Peyğəmbər idi, əleyhissalatu vesselam. İmam-ı Səccad əleyhissalam, bu ayədə bir neçə nöqtə var. İmam Səccad əleyhissalam buyurur ki, Əli ibn Əbi Talib üçün Allahın kitabında bir ad vardır ki, insanlar onu tanımırlar. Soruşdular İmam Səccad əleyhissalamdan, bu ad nədir? Həzrət buyurdu ki, məgər bu ayəni eşitməmsən? Əzanun minallahi və rəsulihi ilən-nas. O əzan, müəzzin, Allah və onun rəsulu tərəfindən Həcc-i Əkbər günü insanlara elan edən, çatdıran bir var idi, bir kəs var idi ya. Kimdir? Həzrət Səccad əleyhissalam buyurur ki, and olsun Allaha ki, bu ayədə əzanun elə Əlinin özüdür. İmam Səccadın bu rəvayətə görə təfsiri budur ki, Tövbə surəsinin 3-cü ayəsindəki əzan sözü, bu ifadə Əli ibn Əbi Talibə işarədir. Bu işarə təfsir mənbələrində en qədər nəql olunmuşdur. Əhl-i sünnətin qaynaqları olan demək bir əsər vardı, Durrul Mənfur kitabında, Cəlaləddin Suyutinin kitabıdır. Cəlaləddin Suyuti Əmir-ül-Müminin Əli ibn Əbi Talibdən özü nəql eləyir. Deyir ki, Bəraət, Hicrətin 9-cu ilində Mədinədə Tövbə surəsinin ilk 10 ayəsi nazil olur. Allah Rəsulu Əbu Bəkiri çağırır və ona əmr edir ki, bu ayələri götürüb, gedib Məkkə əhalisini oxusun. Mədinədən geçib Məkkə əhalisini oxusun. Əbu Bəkir ayələri Peyğəmbərdən təhvil alır, bu 10 ayəni yola düşür Məkkəyə tərəf. Həzrət Əleyhisselam deyir ki, birdən Peyğəmbər məni axtarırdı, məni çağırdı, dedi ki, ya Əli, özvi tez Əbu Bəkirə çatdır, harda ona çatsan, o ayələri ondan al, o geri qayıtsın, bu ayələri sən Məkkəyə apar ginan. Əbu Bəkir əleyhissalam yolun, Mədinə yolunda gəlir, Əbu Bəkiri tapır, ayələri Əbu Bəkirdən alır, Əbu Bəkir nigaran halda Mədinəyə gəlir. Gəlir, çatdırır özünü Həzrəti Peyğəmbərin huzuruna, gəlir, deyir, ya Rasulallah, mənim barəmdə olmayan bir şey nazil olub. Peyğəmbər buyurdu, yox, xeyr, heç bir şey nazil olmayıb. Lakin Həzrəti Cəbrail mənim yanıma gəlib dedi ki, sənin tərəfindən bu xəbəri Məkkə əhalisinə ya səni özün, ya da özündən olan bir kişi çatdırmalıdır. Ona görə də, bu rəvayətə görə də Tövbə surəsinin bu 10 ayəsi həcc mövsümündə əzanun, müəzzin ki vardı, bunu həcc mövsüm, Hicrətin 9-cu ilində böyük həcc mövsümü vardı, həm müsəlmanlar, həm müşriklər orada həcc mərasimində idilər, axırıncı belə bir qarışıq həcc mərasimi idi.
bu işi Əli əleyhissalama, bu vəzifəni əvvəl Əbu Bəkirə tapşırmışlarsa, amma sonradan Allahın əmri ilə bu iş, bu vəzifə Əmir-ül-Möminin ağaya həvalə edildi. Hədisi mənzilənin məzmunu ki vardı ki, Həzrəti ya Əli, demək sənin mənə olan nisbətün Harunun Musaya olan nisbətidir və lakin məndən sonra bir peyğəmbər yoxdur. Amma bütün qalan demək xüsusiyyətlərdə Əli əleyhissalam peyğəmbərlə demək iştirak nöqtələri vardı, müştərəkdilər. Əli ibn Əbi Talib peyğəmbərdən sonra ümmətin ən fəzilətli və ən üstün şəxsidir. Necə ki Harun əleyhissalam Musa yanında belə bir məqamı malik idi. Əli ibn Əbi Talib peyğəmbərin sələvatullahın vəziri idi, xüsusi köməkçisi idi, dayağı idi və rəhbərlik işində peyğəmbərlə şərik idi. Çünki Quranda bu məqamlar Harun əleyhissalam üçün sabit edilmişdi. Hansı, məgər Harun əleyhissalam peyğəmbər deyildi, peyğəmbər idi də. Amma rəhbərlik, ümmətə imamlıq səlahiyyəti yox idi. Niyə? Çünki Həzrəti Musanın huzuru var idi. Bir zaman ki Musa ayrıldı, qövmündən ayrılıb və Rəbbinin verdiyi vədə üçün getməli idisə, burada demək bu rəhbərlik, idarəçilik, bu səlahiyyətlər Harun əleyhissalamın üzərinə düşür. Əli ibn Əbi Talib peyğəmbərin demək dayağı, rəhbəri dedik və Quranda bir dənə ayə vardı. Həzrəti Musa əleyhissalam deyir ki, mənim ailəmdən Allaha deyir, ya Allah, mənim ailəmdən mənə bir vəzir təyin et, qardaşım Haruni. Taha surəsinin 29-32-ci ayələrinə gəlib baxa bilərsiniz. Onun vasitəsilə gücümü artır və onu işimdə mənə şərik et. Biz dedik ki, çünki Quranda bu məqamlar Harun üçün sabit olunub, Həzrəti Musanın gördüyü işdə Həzrəti Harunu, Həzrəti Musa əleyhissalam deyir, Allah bunu da mənim işimdə şərik qərar vericilər. Əli ibn Əbi Talib ümumi İslam qardaşlığından əlavə ki, Peyğəmbər neçə dəfə bu qardaşlığı elan eləmişdi, Əli əleyhissalamın Peyğəmbərlə xüsusi bir mənəvi və seçilmiş qardaşlıq məqamı da var idi. Əli ibn Əbi Talib Peyğəmbərin canişini və xəlifəsi idi və onun mövcud olduğu halda heç kəs bu məqama ondan daha layiq deyildi. Pəs, nəticə etibarı ilə bu qənaətə gəlirik ki, oxuduğumuz bu demək ayənin və bu iki rəvayətin və bu rəvayətin şərhlərində ayənin Əhl-i Beyt əleyhissalam və Durul Mənsur Əhl-i Sünnət demək mənbəyinin qaynağından olan Cəlaləddin Suyutinin nəzərinə əsasən Əmir-ül-Möminin ağa Peyğəmbərdən sonra bu ümmətə, rəhbərliyə ən layiq bir şəxsiyyət idi ki, 23 il Peyğəmbərin demək təbliğ etdiyi, daşıdığı missiya, Peyğəmbərlik missiyasında Əli əleyhissalam Peyğəmbərin vasitəsilə tərbiyə olunmuşdu, böyümüşdü, yetişmişdi mənəvi cəhətdən, ruhi cəhətdən, fiziki cəhətdən, tamamı parametrləri, əgərləri biz təhlil eləsək, doğrudan da Peyğəmbərin canişini olmaq elə Əmir-ül-Möminin Əli ibn Əbi Talibə yaraşırdı və yalnız Əli əleyhissalam bu vilayətin rəhbərliyinə, bu imamətə, imam olmağa layiq idi. Allah Əmir-ül-Möminin ağanın vilayətində bizləri Qədirxum gününün ehtiramına, Peyğəmbərin nurlu kəlamına, İzzət-i Cəlalinə xatir bizim hamımızı vilayətdə sabit qədəm qərar versin. Ya Əli.